Şok olmağa hazırsınız. Sizcə indi nə dillə danışıram? Se with-mən bə ampere eldən həlle sitten devöz böte deoplice imbe batit and bed with be god and monnum cemenevöz. Bu İngilis dilidir. Düz eşitdiniz. Anglo-Sakson dili deyəndə məhz bu nəzərdə tutulur. Təxminən 5-ci 11-ci əsrlər arasında Britaniyada danışılan qədim İngilis dili. Bugünkü Alman dilində necə 3 cins var? Der, das. O vaxtki Anglo-Sakson dilində də eyni ilə 3 cins var idi. Hətta Alman dilindəki kimi 4 hallama forması var idi. Sonra gəlir Orta İngilis dili, Middle English. Normandiya fəthindən sonra məhz burada da fransız və latın təsiri güclənir, halların çoxu itir və söz sırası da sabitləşir. Eynən indiki dildəki kimi. Ona görə Alman dilindən get-gedə fərqlənir. Və həmin dildə elə Shakespeare'in danışdığı İngilis dili idi. Məsələn, Shakespeare'in dönəminə aid olan Middle English-ə aid bir cümlə deyək. Və sone erithes everich morve. İndi bu cümləni indiki, bugünkü ingilisinə tərcümə eləyək. The sun rises every morning. Özünüz fərqi gördünüz. Məsələn, Shakespeare'in mətnlərini oxuyan görər ki, orada niyə sözü, səbəb bildirən söz why yox, wherefore kimi işlənirdi. Məsələn, wherefore art thou Romeo? Bu cümləni çox vaxt səhvən Romeo hardasan kimi tərcümə eləyirlər. Amma əslində why are you Romeo kimi tərcümə olunmalıdır. Yəni, niyə sən Romeosan? Burada wherefore səbəb soruşur, məkan yox. Müasir İngiliscədə eyni fikir daha sadə və açıq şəkildə ifadə olunur. Why are you called Romeo? Why are you have to Romeo? Yəni, bu müqayisə göstərir ki, dil zamanla təkcə sözlərini yox, həm də insanların düşüncə tərzini dəyişdirir. Shakespeare'in dili daha poetik, çox mənalı və kontekstdən asılıdır. Müasir İngilis dili isə daha çox analitik və funksionaldır. Məsələn, çoxlarınız indi öyrənirsiniz ki, əslində Shakespeare'in vaxtındakı İngilis dilində ikinci şəxsin təkinə you yox, thou deyirdilər. Amma sonradan bu thou sözü dildən çıxarıldı. Çünki İngilis cəmiyyəti o qədər hörmətə önəm verən idi ki, ikinci şəxsin cəminə heç vaxt sən demirdi, siz deyirdi. Və eyni bugünkü İrandakı kimi. İranda heç kim bir-birinə do demir, şömə deyir, hörmət əlaməti olaraq. Və İngilis dilində də thou sözü işlənmədiyi üçün yavaş-yavaş dildən qopdu.